Çıraq sözü. Çıraq, hə? Niyə tərcümə olunur? Çıraq niyə tərcümə olunur? Çıraq günəşə işarətdir, işığa işarətdir, nura işarətdir də, Hə. sevincə işarətdir, çıraq. Ləzgi dilində çıraq bizim günəşimiz demək. Bəli də güneşə bağlı Bizim günəş, şıraq, şıraq. işıq, nur, əlləd var. Əlləd vermək olar. Yəni ləzgi dilindən də keçə bilər sözlər azğın Döş keçmir. Qohum dillərdir. Talış dilindən keçə Qohum bilər, Talış dilindən dillərdir, keçə bəli. bilər. Qohum dillərdir. Qohum dillər deyirlər ki, bunlar bir müxtəlif Dili sən necə deyin, sən necə deyin. dil ailələridir. Mən belə bir fikir yazdım ki, Xeybə Məmdad sən də qulaq deyir ki, dünyaya gələn körpələr 1 yaşa qədər 4 sözə malik olur. 4. Diqqətlə qulaq. İnqal deyirsən. Dünyaya gələn körpələr 1 yaşa qədər 4 sözə malik olur. Birinci doğulanda bunlar deyir inqa, inqa, inqa. İkinci deyir ki uşaq qığıllayır, agu, 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 agu. Qığıllayır. Üçüncü deyir ki abu, 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 abu. Dördüncü deyir ki dəd, 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 dəd. Düz deyil. Bunun da dildir də bu da. İndi aç bunun dili. İnqa in buradır, qa məkan, bura haradır? Ana dəddindən bu gəldi bu dünyaya. Adəm də hıçqırıb ayılanda inqa dedi. İn bura qa məkan, axı cənnətdən qovuldu bu. Farsça gəlir incə. İn buradır, qa məkan. Bura haradır? Yəni hardan hara düşdü? Sonra deyir ki agu, agu, agu. Bu eşitmir. Danışmır. Ama indi da, uşaq. Agu, agu, qığırlayır. Aq bağlanmayan, yəni mələklərə bağlanır. Bununla hələ burayla əlaqəsi yoxdur. Üçüncü deyir abu, abu, abu. Əbu, sahib ata Allah deməkdir. Dördüncü dəddədə haqqa yardıma çağırılan Allah deməkdir. Muğamda ad, 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 ad. Haqqa yardıma çağırılan Allah. Gördün? Bu adlarla himni heç biri yoxdur. Bir şey maraqlıdır. Uşağı biz öyrətmirik mama deməyi. Bəli. Özü deyir mama. Özü deyir də mama. O necə baş verir? Yox, mamanı deyər. Mama bilirsən nə deməkdir? Nə demək? Mama nə deməkdir? Heç bilirlər mama. Taşı nə deməkdir mama? Hə, tat deyil. Mama, mama. Öyle fosfot dedi var da. Doğan. Doğana mama deyirlər. Yəni mənim anam da doğan, məni doğan, mama. Hə. Amma yazı dilində mam döş deməkdir. Qadın döşünə mam deyilir. O indi mən sən götür ona görə deyirəm ki dil məsələsi elə bir mənəvi varlıqdır ki onun kökünə gedib çıxmaq qeyri-mümkün. Qeyri-mümkün.